Salam, hər birinizi salamlayıram. Bugünkü videoda mən sizə olmuş bir hadisəni danışmaq istəyirəm və həqiqətən aktual bir məsələdir. Hər birinizdən xahiş edərdim ki, diqqətlə qulaq asın, bu videonu paylaşın, like edin, komment yazın, öz fikirlərinizi bildirin. Deməli, hardasa 1 ay 5 gün, 1 ay 10 gün demək olar ki, bax bundan əvvəl bir Azərbaycanlı qardaş mənə müraciət elədi. Şəxsən tanıdığım adam idi. Bu Bratislavada yaşayan insanlardandır. Artıq 2 ilə yaxın idi. Hətta 2 ildən biraz çox idi ki, tanıyırdım o insanı. Deməli, müraciət etdi, yazdı, məndən dəstək istədi, kömək istədi. Bildirdi ki, hardasa 1 il bundan qabaq burada Ukrayna vətəndaşına bir xanıma pul ödəyib ki, o onun üçün bir xidmət sahəsini göstərsin, onun üçün biznes oturum kartını almağa dəstək olsun, sənət işlərinə yardımcı olsun, dəstək göstərsin, belə deyək. Və o bəri başdan ona 700 avro pul verib. İndi misal üçün hər hansısa bir məbləği danışıblar, misal üçün 2000 avro, bəri başdan 700 avrosunu verib. Və bildirdi ki, artıq 1 il keçibdir, 1 il ərzində o insan buna heç nə eləməyib və hətta zənglərə cavab vermir, mesajlara cavab vermir, onun qəbuluna düşə bilmir və bildirdi ki, Fərhad, o mənə kömək eləsən, yalnız sən eləyərsən, o pulu almağa, geri almağa yalnız sən kömək eləyə bilərsən, sənin yəni köməyinə ehtiyacın var. Mən ona bildirdim ki, o xanımın nömrəsini mənə ver. Hə, bir də deyim, onu da deyim ki, bu qardaş rus dilini biraz zəif bilirdi. Yəni rus dilində tam belə sərbəst danışa bilmir, fikrini tam deyə bilmir. O səbəbdən biraz çətinlik çəkirdi onunla danışmağa. Və mən o xanımın telefon nömrəsini aldım və ona başladım yazmağa. Və dedim ki, özümü təqdim elədim. Dedim ki, mən video bloqerəm, video çəkirəm və əsasən də dələduzluqla mübarizə aparıram. Sizdən mənə şikayət var və mən bu məsələni araşdırmaq məqsədi ilə sizə yazıram. Xanım sırası başladı ki, yox, siz kimsiniz, siz müstəntiqsizmi falan filan belə şeylər yazmağa başladı. Mən dedim ki, xeyr, biz müraciət əsasında bu videonu çəkəcəyik. Burada başqa bir məqsəd yoxdur. Sadəcə zərər çəkən qarşı tərəfdir və bu öz argumentlərini gətirir və deyir ki, mən zərər çəkmişəm, pul vermişəm və o vəd olunmuş xidməti ala bilmirəm. Siz də onunla sədələşmə eləyəndə, yəni danışanda deməli, nə qəbz veribsiz o pulu aldığınıza görə, nə bir müqavilə var ortada, heç nə yoxdur. Hələ yaxşı ki, o pulu o Azərbaycanlı qardaş onun şəxsi bank hesabına göndərmişdi. Yəni tranzaksiya var idi əlində və onunla sübut eləyə bilərdi ki, bu insana bu qədər pul ödəyib. Bəli, xanım da yazdı ki, mən danmıram ki, pulu almışam. Yəni mən o pulu almışam. Mənə də o lazım idi ki, o danmasın. Dedim, lap yaxşı, görürsünüz, siz də bunu bildirirsiniz ki, bu pulu alıbsınız və 1 il keçib, 1 il ərzində siz heç bir şey eləməyibsiniz. Yəni bu adam sizə zəng eləyib, sizə düşə bilmir, görüşə bilmir, danışa bilmir sizlə. Xanım bildirdi ki, deməli, Jivnis oturum kartı almaq üçün, biznes oturum kartı bu insanın 2 ili tamam olmalı idi Slovakiyada. Yəni 2 il yaşayandan sonra yalnız müraciət eləyə bilər ki, bu biznes oturumu alsın və onun 2 ili hələ tamam olmamışdı. Onu gözləyirdi ki, 2 ili tamam olsun. Xanım bunu bildirdi mənə. Mən də dedim, lap yaxşı, mən də onu bilirəm. Və bunun 2 ili nə vaxt tamam olub? Dedi ki, misal üçün fevral ayında. Mən də dedim ki, yaxşı, fevraldan bəri görün, neçə aylar keçib. Bu müddət, bu aylar ərzində bu sizlə danışa bilməyib, sizin qəbulunuza düşə bilmir. Ya bunun bu pulunu qaytarın, ya da ki, bu işi görün. Yəni bunun başqa variantı yoxdur. Mən də yenə deyirəm, qeyd edirəm ki, mən ictimai fəalam və bu ölkədə, Slovakiyada hansı Azərbaycan vətəndaşının hüququ pozularsa, onun haqları pozularsa, o insan öz qarşısında məni tapacaq. Çünki mən keçmirəm heç bir
belə momentləri keçmirəm. Mən video çəkəcəm, paylaşacağam, insanları maarifləndirəcəm, xəbərdar eləyəcəm ki, bax bu insanın başına belə hadisə gəlib, ehtiyatlı olun, sizin də başınıza gəlməsin. Və mən özümdən video çəkmirəm. Yalnız o vaxt mən video çəkirəm ki, kimsə mənə müraciət eləyir. Müraciət eləyir, öz problemini deyir, əlindəki faktları mənə deyir və bunun əsasında mən video çəkirəm. Və mənim videolarım bilmirəm, uzun olur, qısa olur, fikrimi tam çatdırana kimi mən videoda öz sözümü deyirəm. Və hamı bilir ki, mən ağa deyənəm, qarıya qara deyənəm. O üçün xanım bildirdi ki, biz özümüz öz aramızda bu məsələni həll eləyəcəyik, siz narahat olmayın, sağ olun ki, bu məsələyə müdaxilə eləyirsiniz, deyirsiniz ki, hər şey yaxşı olsun. Deyirəm, bəli, mən istəyirəm hər şey sülhlə olsun. Yəni bu bir də gedib polisə, prokuraturaya şikayət eləməsin. Ya bunun pulunu qaytarın, ya buna vəd olunan xidməti göstərin. Ondan sonra Azərbaycanlı qardaş, bir də orada bir şey vurğular ki, yaxşı, o Azərbaycanlının mənə nömrəsini verin, mən ondan danışım. Bu məsələ biraz mənə toxundu. Dedim, xanım, nətər yəni, bu adam sizə 700 avro pul ödəyir. Bu adam yaxşı mənada sizin müştərinizdir, sizin xidmətinizdə yararlanmaq istəyir. Sizdə niyə ki onun telefon nömrəsi olmasın? Məndən niyə istəyirsiniz onun nömrəsini? Yəni fakt bu adam gəlib sizinlə görüşüb, sizə pul ödəyib, kartınıza pul göndərib. Siz indi deyirsiniz ki, onun nömrəsini mənə ver. Bu nətər olan şeydir? Dedi ki, mənə çox adam yazır, ola bilər itirmişəm belə elə. Nəysə nömrəsini verdim, danışdılar. Və o Azərbaycanlı qardaş mənə dedi ki, Fərhad da sən müdaxilə eləmə, özümüz həll eləyəcəyik. Əsas o ki, mənə yazdı, indi söz verib ki, bu işi axıra çatdıracaq falan filan. Mən də dedim, yaxşı da özünüz bilərsiniz, mən çəkilirəm qırağa. Və bunun üstündən hardasa bir ay keçdi. Və qardaş yenə mənə müraciət elədi ki, yox Fərhad, bu yenə mənim zəhlərimə qəbul eləmir, cavab vermir. Çox güman ki, yəni yenə sənin köməyin lazımdır, müdaxilə eləməlisən. Mən yenə bu xanıma yazdım, dedim ki, bax, mən sizi heç nə ilə qorxutmaq istəmirəm, heç nəyə mən sizi vadar eləməzdim. Mən sizə olan faktları deyirəm ki, bax, bu insan yenə sizdən narazıdır, şikayət eləyir. Ya siz gəlin ikinizlə də mən bir müsahibə eləyim, sizi lap istəyirsiniz videoya çəkim, ikiniz də öz argumentlərinizi gətirin. İki tərəf də öz fikirlərini desin. Yəni, əgər ortada bir razılaşma yoxdursa, siz bunun pulunu qaytarın. Yoxsa bu adam yenə deyirəm, gedib polisə şikayət eləməlidir sizdən, ya prokuraturya, bunun yəni fikri budur. Bu adam pulunu geri istəyir. Xanım da dedi ki, mən vaxtımı sərf eləmişəm buna. Yəni, mən bunun sənədlərini vermişəm polisə. İndi bilmirəm nə qədər də düzgündür bu məlumat. Çünki əgər buna hələ ki, bu biznes oturum kartı verilmirsə və ya onu almaq bu dəqiqə çox qəlizləşib, çox çətinləşib Slovakiyada, indi çoxları bilir. Bu nəyə vaxt sərf eləyib, mən onu başa düşmədim. O üçün, uzun sözün qısası dedi ki, mən o 700 avrodan 200-ünü xidmət haqqı kimi tuturam, vaxtımı sərf eləmişəm, 500 avro qaytara bilərəm. Mən də bu Azərbaycanlı qardaşa bunu dedim ki, bu bax belə deyir, bunun şərti budur, razısınızmı? Qardaş da bildirdi ki, hə, heç olmasa 500-ümü qaytarsam, o da mənim üçün, yəni əlverişli bir şeydir. Heç olmasa o deyir, ziyanın yarısından qayıtmaq da kardır. Və elə o dedi və səhərsi gündə onun kartına 500 avronu geri qaytardı. Mən onu bildirmək istəyirəm ki, bax bu video baxan hər bir şəxsə fərqi yoxdur, Slovakiyadadırmı, Azərbaycandadırmı, kimlənsə iş görürsünüzsə, xidməti müqavilə tələb eləyin. Müqavilədə bütün şərtlər qeyd olunmalıdır. Bax, bu xidməti mənə göstərməyə görə bu qədər pul istəyirsən. Bu xidməti göstərməsən, ya edə bilməsən, ya imtina olunsa mənim sənədlərimə, bu pulu kim qaytaracaq? Qaytarılacaqmı? Ya bir neçə faizi tutulubmu qaytarılacaq? Ya ümumiyyətlə qaytarılmayacaq, mən buna vaxtım gedir, vaxtımı sərf edirəm. Bütün bu şərtlər qeyd olunmalıdır. Pul yalnız şirkətin vöyün hesabına keçirilməlidir. Yəni şirkət hesabına, şəxsi adamın hesabına yox. Yəni şəxsi insan insana pul göndərir. Sabahsın bu deyə bilər ki, yox bizim sövdələşmə yoxdur. Bu mənə məsəl üçün bu pulu elə-belə verib, ya borc verib. Yəni deyirəm, mütləq şirkətin hesabına keçirilməlidir. Əgər siz əcnəbi ilə iş görürsünüzsə, onun dilini bilmirsinizsə, çalışın tərcüməçi ilə. Çünki ola bilər o sabah deyə bilər ki, bu mənə nə deyib, mən başa düşməmişəm, ya səhv başa düşmüşəm.
Yəni bütün bu nüanslara fikir verin. Yəni son nəticə gəlir ona çıxır ki, bax bu kimi neqativ hallar baş verir. O səbəbdən yenə təkrar edirəm, Slovakiyada kimin nəsə bir hüquq pozuntusu varsa, haqlarını pozublarsa, mütləq mənə müraciət eləsin. Mən gələcəkdə bütün fəaliyyətimi elə bu istiqamətdə qurmaq istəyirəm. Mən o xanıma da dedim ki, elə bilin ki, mən Azərbaycan diasporasının bir üzvüyəm, ictimai fəal kimi mən bütün bu proseslərdə iştirak etmək istəyirəm. Heç bir Azərbaycanlının Slovakiyada haqları pozulmamalıdır. Əgər bu pozulubsa, buna qanun çərçivəsində müdaxilə olunmalıdır, aidiyyatı orqanlara xəbər verilməlidir və yenə deyirəm, hər bir işdə çalışın, hər bir işi qanun çərçivəsində görün. Müqavilə tələb eləyin, qəbz tələb eləyin ki, sabahsın nəsə problem çıxanda, tək ki çıxmasın problem, ancaq problem çıxanda qanun siz tərəfdə olsun ki, siz də dediklərinizi sübut edə biləsiniz. Ümid edirəm, bu video hər biriniz üçün faydalı olar. Mənim bu yeni kanalıma mütləq abunə olun ki, Avropa reallıqlarından xəbərdar olasınız. Sağ olun, salamat qalın.